11 rükət səhiddir də Ramazanda. Bəli. 20 rükət səhiddir ya deyil? Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə baxanda, yəni həm qövlü, həm də feili, açıq aydın belə zahir olur ki, Allah Rasulü elə eyni ilə Ayşə anamızın radiyallahu anhən dediyi kimi, nə Ramazanın içində, nə çölündə 11 rükətdən artıq qılmayıb. Nə üçün dedim ki, Ayşə anamızın dediyi kimi? Çünki Ayşə anamızdan rəvayət olunan bu hədis olmasa belə, bu nəticəyə gəlmək olar yox, çox asandır. Çünki Allah Rasulunun həyatı, sirası, sünnəsi, qövlü, feili olaraq ortadadır. Baxırsan, görürsən ki, Allah Rasulü aleyhissalatu vesselam nə Ramazanın çölündə, nə Ramazanın içində həqiqətən də 11 rükətdən artıq qılmayıb. Və bəzi hədislərdə ki, gəlib 13, o 13 bu 11-ə xilaf deyil. Ona görə alimlər izah ediblər ki, o artıq 2 rükət nədir? Bəzilər deyiblər ki, ola bilsin, işə namazının son sünnətidir. Və ya ola bilsin, təravih və ya vitir namazından ayrı olan 2 rükətdir. Və bunun da dəlilləri var. Məsələn, bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına başlamamışdan qabaq 2 rükət xəfif qılardı. Bir növ açılış kimi. Bu xüsusi namazdır. Və bəzi hədislərdə varid olub ümumiyyətlə vitir namazından sonra 2 rükət. Hətta bu da varid olub. Bunu İbn-i Qeym rahiməhullah necə izah edir? Deyir ki, eyni ilə məğribin 2 rükət sünnəti kimidir. Sanki vitrin sünnətidir. Çox məşhur olmasa da, insanlar içərisində, çox insan bunu bilməsə də, amma bu varid olub. Hər bir halda demək istədiyim nədir? Demək istədiyim budur ki, 13 rükətlə əlaqəli hədislər bu 11 rükətə müxalif deyil. Ona görə Allah Rasulü aleyhissalatu vesselamın sünnətindən bizə bəlli olan budur. Burada işgəl yoxdur. Amma sual budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatından sonra, xüsusən də Ömər ibn Xattabın xilafətində və ondan sonra Osman, Əli, yəni sahabələr dönəmi və tabiinlər, yəni bizim sələf-ü salih, salih sələflərimiz dediyimiz kəslər, onlar təravihi 11 rükətdən artıq qılıblar ya yox? Cavab budur ki, qılıblar. Və bu barədə yəni, hədislər, dəlillər kifayət qədərdir. Yəni, hətta o dərəcədədir ki, yəni, bunu müzakirə etməyin yeri belə yoxdur. Çünki bu təravih namazı həm də elə bir ibadətdir ki, bu eyni ilə azan kimi, iqamə kimi, yəni gizlində, qıraqda, küncdə, bucaqda, kiminsə evində edilən fərdi ibadət deyil axı. Cəmaat şəklində qılınıb və hər dönəmdən dönəmə, nəsildən nəsilə, bəldədən bəldəyə ötürülən praktiki ibadətdir. Aydındır. Təsəvvür et ki, tabiin bir neçə tabiindən səhih sənədlərlə nəql olur. Deyir, biz gözümüzü açıb görmüşük ki, yaşadığımız yerdə təravih, məsələn, 23 rükət qılınıb. Məsələn, İmam Şafi rahimehullah deyir ki, mən deyir, yetişdiyim bütün bəldələrdə belə gördüm. Yəni, bunlar demək istəyir ki, biz gözümüzü açıb belə görmüşük. Aydındır. Lakin, müşkül burada deyil. Yəni, bugün məsələn, təravih namazını 23 rükət qılanlar doğrudan da o sələflərin yoluna tabedirlər? Cavab yox. Onlar ibadətin şəklini götürüblər, namazın rükət sayını götürüblər, namazın mahiyyəti qalıb kənarda. Yəni, məgər Ömər ibn Xattab zamanında sahabələr Ubey ibn Ka'b radiyallahu anhunun arxasında sənin qıldığın bu təravihi qılırdı? Mən təsəvvürlə Hənəfi imamın arxasında namaz qılmışam ki, 4 rükətə Duha surəsini oxuyub. Duha surəsini 4 rükətə bölüb. Bunu təsəvvürlədin, indi rükuna səzdəni özün fikirləş. Ki, nə əziyyət çəkmişik orada. Və namaz da batildir. Çünki namazın rükunlarından birisi nədir? İtminən. Ki, səzdə, ruku yerində olmalıdır. Yəni, sükunət olmalıdır orada, rahatlıq olmalıdır. Bu namazın rukunudur. Bu olmasa namaz batildir. Elə bil ki, namaz qılmışsan dəstəmazsız. Namaz qılmışsan rukusuz, səzdəsiz.
Sahabələr nə üçün belə ediblər? Sahabələr məgər bilmirdilər ki, Allah Rəsulu bu cür qılıb? Bilirdilər. Lakin bu gecə namazı belə bir ibadətdir ki, yəni hətta Allah Rəsulu aleyhissalatu vesselamın həyatına, sünnətinə də baxanda biz bunu görürük. Tək gecə namazı ilə əlaqəli deyil. Ümumiyyətlə, cəmaat namazları ilə əlaqəli. Allah Rəsulu, sual verirəm, daima cəmaatı nəzərə alırdı ya, yox? Alırdı. Yəni, ümumiyyətlə, qiyamın uzunluğu məsələsi nisbidir. Ona görə, hətta Ramazanda belə Allah Rəsulu aleyhissalatu vesselamın qıldığı gecə namazları hamısı eyni səviyyədə olmuyor. Şək yoxdur ki, Ramazanın son 10 günündə ibadəti daha güclü olub. Hətta nəinki 10 günündə. Məsələn, Əbu Zər radiyallahu anhu rəvatində gəlir, hətta son 10 günün tək günlərində 23-cü Əbu Zər radiyallahu anhu deyir ki, 23-cü gecə qıldırdı, sonra 25, sonra 27. Onları bir-bir vəsf edir və görürsən ki, artıra gedir. Və ən çox ehtimam etdiyi 27 olur. Əbu Zərin rəvayətində. Və hətta əhl-i əyalını da gətirir. Və o qədər uzadır, amma tam bütün gecəni qılmır. Və Əbu Zər radiyallahu anhu deyəndə ki, ey Allahın Rasulü, bəlkə bütün gecəni qılaq. Onda Allah Rasulü bu hədisi deyir ki, kim imamla başlayıb, gecə namazını imamla bitirsə, o bütün gecəni ibadət etmiş, savabını alacaq. Və sahabələr, hətta zahirən belə görünür ki, Ömər ibn Xattab radiyallahu anhunun xilafətin ilk dönəmlərində də belə idi. Çünki İmam Malikin Muvattasında da səhih sənədlə gəlir ki, hətta Ömər ibn Xattabın xilafətində də cəmaata 11 qıldırılırdı. Və görünür ki, ondan sonra sahabələr öz aralarında bu qərarı alıblar ki, qiyam biraz xəfif olsun, bunun əvəzinə rükətlərin sayı uzansın. Çünki Allah Rasulü aleyhissalatu vesselam 11 rükət qıldıranda, rükətlərin sayı azdır deyə qiyam uzun olacaq axı. Sahabələr buna dözürdülər. Amma sahabələrin dönəmində arxalarında tabiinlərdir. Onlarda o ab-ı hava yoxdur. Ona görə sahabələr, xüsusən də Ömər ibn Xattab, onun siyasəti belə şeyləri götür-qoy edirdi. Və ona görə bu qərarı verirlər ki, qoy qiyam biraz xəfiflənsin, onun əvəzində rükətin sayı çoxalsın. Yəni, sahabələrin bunu etməsində məqsəd bu idi. Ona görə Şeyxülislam İbn Teymiyyə rəhməllah deyir ki, hər ikisi də gözəldir. Deyir, o kəs istəyirsə ki, rükət sayını az eləsin, 11 rükət qılsın, qiyamı uzatsın və ya tam əksinə, o kəs ki, istəyir ki, qiyamı qısa eləsin, çünki hamının taqəti eyni deyil axı. Yəni, Şeyxülislam rəhməllah deyir ki, əsas nədir namazda? Xuşu deyil, əsas bu deyil, namazın ruhu. Hansı sənə münasibdirsə, hansı cəmaata münasibdirsə, onu edin. Əgər cəmaat uzun qiyama tab gətirə bilmirsə, o zaman qiyamın uzunluğunu qısaldın, rükətlərin sayını uzadın, çoxaldın. Yəni, onlarda məqsəd bu idi. Amma bugün sən onu götürürsən, yəni, keyfiyyəti qoymusan kənara, kəmiyyət olaraq ki, mən sələfə tabiyəm. Sahabə zamanında belə edilib. 23 rükət və tətbiq edirəm. Və elə zənn edir ki, sələfə tabidir. Yox, sələf belə 23 rükət qılmayıb. Belə 23 rükət qılmaqdansa qılmamaq ondan yaxşıdır. Başa düşürsən? O, Türkiyədə bir məsciddə olmuş deyə. 23 rükəti 8 dəqiqəyə. Bu müsibət deyə. 1 dəqiqəyə 3 rükət düşür. 1 rükət 20 saniyəyə. Bu necə olur yəni? Bunu təsəvvür edə bilmirik biz. Bizim təsəvvür edə bilmədiyimiz şeyləri adamlar
praktiki həyata keçiriblər. Başa düşürsən? Bunu deyən, bunu edən deyə bilər ki, mən sahabələrə tabeyəm. Yox. Ona görə kimsə haqqını verərək, qiyamının, rüksunun, səzdəsinin, ibadətin haqqını verərək qılırsa, 23 qılmır, qılsın 36 rükət, 41 rükət. Ki, bu da sələfdən varid olub. 36 və 41. Eləmirlər axı. Aydındır? O belə. Şeyx Albani neyi onda zəif sayıb? Şeyx rahimehullah belə görüb. Yəni şeyxin şeyx bu rəydə olub ki, təravih namazı mütləq namaz deyil. Yəni şeyx rahimehullah deyir ki, çünki alimlər deyirlər ki, gecə namazı bu təravih ola bilər, vitr ola bilər, fərq etməz də bu gecə namazıdır. Onlar deyirlər ki, gecə namazı mütləq namazdır. Mütləq, yəni rükət sayısı məhdud deyil. Allah Resulü aleyhissalatu vesselam İbn Ömərə nə deyir? Deyir ki, gecə namazı 2 rükət, 2 rükət, 2 rükətdir. Hədd qoymadı ki. Yəni, nə qədər istəyirsən qıl. Bu mənada. Alimlər belə başa düşüblər. Amma Şeyx Albani rahimehullah deyir ki, hədislərdən görünən budur ki, yəni, gecə namazı bu cür, yəni xüsusən də təravihdən söhbət gedir, xüsusən vitirdən, onlar mütləq ibadət deyil. Yəni, rükət sayısı məhduddur. Belə. Və buna əsasən də 11 rükətdən artığını Şeyx rahimehullah bidət görüb. Belə. Amma doğru olan budur ki, çünki sahabələrdən, bayaq dediyim kimi, sahabələrdən, tabiinlərdən, yəni bu, bayaq qeydlədiyim kimi, elə bir ibadətdir ki, bu fərdi ibadət deyil. Kimdənsə gizli qalsın, aydındır. Bütün, yəni, Allah Rasulunun vəfatından sonra bütün dönəmlərdə, bütün diyarlarda, bütün məscidlərdə cəmaat şəklində qılınıb. Yəni, bu praktiki olaraq nəsildən nəsilə ötürülən bir ibadətdir. Yəni, səhih ötürülür də. Bəli, bəli. Bəs ona görə deyirəm ki, tabiinlər deyir ki, biz gözümüzü açdıq, belə gördük. Aydındır necə? Və bu həmçinin sahabələrdən də səhih olaraq varid olub. Bəli. Sadəcə olaraq burada fayda üçün onu qeyd edeyim. Yəni, hətta o məsələlər ki, fıqh məsələlər ki, biz etiqad etsək ki, Şeyx Albani, məsələn, hansı bir məsələdə, hansı məsələlərdə, fıqh məsələdə xata edib, vallahi Şeyx Albani rahimehullahın hətta etiqad etsən ki, filan məsələdə, filan məsələlərdə xata edib, o xəta etdiyinə etiqad etdiyin o məsələni və məsələləri Şeyx Albaninin kitablarından, dərslərindən bir dənə tədqiq etsən, görərsən ki, subhanallah, xətasının özündə bir gözəlliyi var. Yəni, elmi bir sambal var. Və adam bunu görəndən sonra deyir ki, kaş ki, özümüzü demirik ya, cahillər demirik, kaş ki, hər xəta edən alim elə bu cür xəta edərdi. Başa düşürsən? Kaş ki. Yəni, o cür elmi sambal olub. Hətta nəticədə xətalı görsən də, görməsən də. Biri var, məsələyə necə elmi yanaşırsan, söhbət bundan gedir. Bəli. Buyur. Amma üzr istəyirəm bir şey qeyd edim. Şək yoxdur ki, məsələn, xüsusən də bugünkü günümüzü götürək. Yəni, bayaqlar mən dedim, Allah Rasulunun zamanında vəziyyət belə idi. Sahabələr belə gördülər, belə etdilər. Bugün öz reallığımızı, öz vəziyyətimizi ələ alsaq, məndən soruşsaz, mən deyəcəm ki, qılırsınız 11 rükət, necə deyirlər, adam balası kimi qılaq. Aydındır. 11 rükət haqqını verərək, yəni təsəvvür edin, hələm 11 rükət qılırıq. 11 rükət qılırıq. Bəzən bir səhifəni, bir iki ayə keçdin, arxadan artıq öskürək səsi gəlir. Ki, neyini yirsən? Başa düşürsən? Yəni, hələm bu, bayaq biz başqaları vardı, hələm özümüzdə var bu problem. Aydın olur, olmur. Bu, reallıq deyə yox. Reallıqdır. Yəni, demək istədim budur ki, hələm o 11 var, 11-in haqqını ödəməmişik. 23-dən danışmağın yeri yoxdur. Ona görə kimsə sual versə, şək yoxdur ki, deyəcək ki, 11 rükət qıl, lakin haqqını ver.
elə cəmaata da, halımıza da münasib olan budur. Doğrusunu Allah bilir. Bəli. Son deyir ki, bu cəmaatın bu Peyğəmbərin deyəndə ki, imama tabi ol və gecə qiyamının savabını götür bildiyi halda 23 rükət qılanların arasında 8-dən çıxma səbəbləri nədir? Yəni, hansı dəlillə söykənib çıxırlar? Ola bilsin, bunu edən, yəni, məsələn, bəzi qardaşlar var. İmam Albani Rahiməhullahın o rəyini götürüblər. Onlar düşünürlər ki, yəni 11 rükətdən artıq sünnəyə müxalifdir. Ona görə, məsələn, 23 rükət qılan imamın arxasında 10 rükətdən və ya ola bilsin 8 rükətdən çıxırlar. Yəni, səbəb budur. Səbəb orada. Yox, əslində düz deyil. Əslində düz deyil. Əgər qılırsansa, yenə də deyirəm, əslində burada mən sizə nəyi demək istəyirəm? Şəxsən mənim üçün müşkül rəqəm deyil, namazın keyfiyyətidir. Bu mənim üçün deyil, ha. Mən öz adıma deyirəm. Amma Allahın dinində də bu belədir. Biz elə bil ki, rəqəmi müşkülləmişik. Yəni, bir məsciddir, bir imam haqqını verərik, normal qılırsa 23, qoy qılsın, biz də tabi olaq, nə qədər artırır, artırsın, misal üçün. Amma namazın haqqını versin. Yəni, müşkül buradadır. Amma bir də görsən, indi mən tam xəbərim yoxdur hal-hazırda necədir. Amma neçə illər bundan qabaq biz bilirik Azərbaycanda o 23 rükət qılınan məscidlərdə ab-hava necə idi? Bayaqlar dediyim o 8 dəqiqə misalı idi. Sadəcə olaraq bizdə Əbu Bakır məscidi bağlanandan sonra ki, cəmaat o məscidlərə dağılışdı. Yəni, sələfi cəmaatı nəzərə alaraq özlərini yığışdırıblar. Bu faktdır. İnkar eləsələr də, desələr, bu faktı ki, özlərini yığışdırıblar ki, ayıb olar. Ona görə biraz namazda rükuya, səzdəyə fikir verirlər. Amma biz bilirik axı, nə formada qılırdılar. Aydındır. Yəni, demək istədim budur ki, o əsas işgəl oradadır. Əgər doğrudan da bir məsciddə o haqqını vermədən 23 qılınırsa, haqqını vermədən, orada qılmaq düzgün deyil. Niyə görə? Bayaq dediyim kimi, bəzi halda görürsən ki, namaz batildir. Yəni, qılıram, bilirəm ki, namazın batildir. İtminən yoxdur namazda. Aydın. Yox, əgər belə deyilsə, namazın haqqı verilirsə, elhamdülillah, qoy qılınsın. Bəli. Namazın haqqı deyildikdə nə qəsd onu necə başa düşürlər? Çünki namazın rukunları məlumdur, sayları da məlumdur, rukunların sayları da məlumdur. Və məlumdur ki, məsələn, Fatih surasından sonra hansı bir surada oxumaq sünnədir, oxumasam da namazın qəbuldur. Yox, aydındır o məsələ, amma bu təravihə aid deyildir. Aydındır, biz namazın haqqı deyəndə burada söhbət gedir, mücərrəd namaz yox, yəni təravih namazının. Əgər biz məsələni bu cür bəsit ələ alsaq ki, Fatihədən sonra başqa bir surəni oxumaq vacib deyil, yəni bu o deməkdir ki, imam Fatihədən sonra heç nə oxumasa da olar, bu təravihə xas bir vəsif deyil axı. Yəni sən onda yenə də qayıdırıq nəyə? Bayaqki məsələyə. Hansı məsələyə? Sən sələfdən rəqəmi götürmüsən, namazın keyfiyyəti qalıb qıraqda, namazın şəkli qalıb qıraqda. Və namazın şəkli deyəndə biz tam şəklini ələ alırıq. Həm qirayəti, qiyamı, ruqsu, səzdəsi, hər şey ilə. Aydındır. Amma bir də var ki, bayaq dediyim kimi, özüm imamın arxasında namaz qılmışam, Duha surasını 4 rükətə bölüb. Yəni bu təravihdən məqsəd budur? Yox. Onda belə çıxır ki, və rukuna, səzələrdən də danışmıram. Təravih namazının haqqını ödəmək. Təbii biz təravih namazından gedir. Yox, orada həm namazın haqqı gedir, həm də təravihin, həm də namazın. Çünki bayaq dediyim kimi bəzi hallarda itminən şərti də gedir. İtminən şərti də təravih bütün namazlara xasdır. Namazın rukunlarındandır. Namazın rukunlarından, yəni o lap məğrib namazı da olsa namaz batildir. Məğrib yox, lap məğribin sünnəsi də olsa namaz batildir. Onları lap yerinə yetirsə də belə. Məsələn, yerinə yetirsə də, dayandı rukuda rahat şəkildə, qalxdı rahat şəkildə, oturdu rahat şəkildə, amma 3 dəqiqə çəkdi yəni. Yəni, Subhan Rabbiyəl Azimi 3 dəfə dedi, kifayətləndi. Yoxsa Fatihə oxudu, kifayətləndi. Yəni, bu
namazın haqqı onsuz da verildi də. Təbii, Düzdürmü? təbii, bəli. İndi bu düzəliş eləsək daha yaxşı olar. Təravih namazının haqqını desək daha yaxşı olar. Məncə belə, mənbə. Yox, mən deyirəm axı, biri var təravih namazının haqqı biz dedik, ümumidir. Amma orada bəzən itminən şərti pozulanda bu artıq təravihə xas deyil. Bu bütün namazlara xasdır. Və mən nə üçün məhz itminən şərtini deyirəm? Çünki bir çox hallarda bu pozulur. Niyə görə? Çünki adam təkbir gətirir, əllərini bağlayanda onun bir dənə fikirləşdiyi var. 23 rükət məni gözləyir qabaqda. Bu faktdır. Biz qılmışıq da bu imamların arxasında. Söhbət bundan gedir. Bu düşüncə ki var, bu artıq itminən şərti gedəcək. Ona görə mən deyirəm ki, hələm son illər xeyli məsələn düzəlişlər var. Ki, o başa düşür ki, bu imam, onun arkasında duran cəmaat sələfi cəmaatdır, 90%. Başa düşürsən, yəni bunlar olmasa məscid boşdur. Yəni onlar sünnət tətbiq olunan yerdən gəliblər, bəzə ehtiyat edirlər. Ona görə biraz məsələn yığışdır. Amma təsəvvür elə ki, bu olmasa, öz cəmaatları olsa vəziyyət heç də ürək açan deyil. Belə bir sual verin. Həm də biz bunu tən baxımından, istehsa baxımından demirik. Biz bunu nəsihət baxımından deyirik ki, yəni ağ nədir? Ağı ağ, qaraya qara demək lazımdır. Hə, biz deyirik ki, bəli, bu sələfdən varid olub. Sələf edib, qılıb, 11-dən artıq qılıb, bu varid olub, bunu deyirik. Amma necə qılıb? Bunu da deməliyik axı. Sən necə olur ki, ibadətin şəklini götürmüsən, amma onlar bunu niyə ediblər? Heç o barədə fikirləşmirsən və fikirləşmək də istəmirsən. Bu problemdir. Yəni o cür qılmaqdansa elə 11 qıl, normal qıl. Yarhamdülillah. Biz yadıma gəlir, bir dəfə bir məsciddə olmuşdu belə bir hadisə. Deməli, məscidin adını deməyəcəm, amma Bakıda olan məscidlərdəndir. Məscidin ağsaqqalları imama imkan vermirdi, göz açsın. İmam istəyirdi. Necə istəyirdi? Özü də razı idi. Danışmışdıq. Özü də deyirdi ki, valla deyir, düz deyirsən. Çünki deyir, təkbir gətirəndə bir dənə elə ilk təkbirdə gözümün qabağında deyir 23 durub. İmam deyir. Özü öz dilinə deyir. Ki mən yəni bütün fikir zikir budur ki 23-ü tamamlamaq. Yəni elə bil ki plan doldurursan. O istəyirdi. Belə oldu ki bir gün Ramazanda bu qocaları başa saldı və əlhamdülillah o da necə başa saldı? Dedi ki bir dəfə yoxlayaq. Bizim yanımızda oldu söhbət. Məsciddə elə həmin vaxtı. Dedi ki qoy bir dəfə yoxlayaq. Xoşunuza gəlsə davam edərik. Xoşunuza gəlməsə yəni də qayıdarıq köhnə adətimizə 23-ə. Məscid burada, biz burada, Ramazanda təzə başlayıb. 3-cü, 4-cü günü idi. Qardaş, bu məscidin imamı başladı və biraz qiyamı uzatdı nisbətən. Xətm getmirdi bir şey. Hələ cüzənmədən oxuyurdu. Müəyyən qədər, yəni nisbətdə biraz uzatdı və təbii ki 23 rükət qılmadı. Qıldı 11 rükət və söhbət də gedir o birinci səhvdə olan müəyyən qocalardan və bu bunların özlərinə ləzzət elədi. Xoşlarına gəldi ki, bu nə yaxşıdır. Həmin Ramazanı biz 11 qıldıq, əvvəldən axıracan. Başa düşürsən? Özləri də başa düşdülər ki, yox, əgər belədirsə, elə qoy belə olsun. Hələ sorayım var. Mənim rükətlərin çox olması savab baxımından yaxşıdır, normal qılınsa, yoxsa qiyamın çox olması, yəni ki, uzun olması. Hansında bu dedim, çox o dedim, bu nisbidir. Bu nisbidir. Yaxında normal, məsələn, Qarasuda qılınır orada, normal surələrlə. Bu şeyləri artıq müzakirə etməyə yeri yoxdur. Çünki orada məsciddə imam təyin olunub, o necə qılırsa, o cürdə qılınır. Buna ona görə müzakirə etməyin yeri. Sadəcə olaraq məscidlərə bağlı olmadan, bayaq mən ona dedim. Yəni məndən soruşsaz, mən deyəcəm ki 11 qılın. 11 qılın, haqqını verin, aydındır. Bu qiyamın uzun, qısa məsələsi bizdə də problemdir. Bayaq ona görə dedim. Bir səhifədən 2 aya keçən kimi arxadan öskürək səsi gəlir. Ki, özü yığışdır yəni. Amma o nisbidir. Hər bir halda o, hər ikisində də xeyr var. Sadəcə olaraq, niyə görə deyirəm nisbidir? Çünki Allah Rasulun sünnəti belədir. Bunu bilin. Yəni, məsələn, sual veriləndə ki, məsələn, biz deyirik ki, adi fərz namazlarında birinci rükət 2-yə, 2-3-ə, 3-4-ə nisbətdə uzun olmalıdır. Nisbətdə. Bu uzunluq necədir? Bu özü nisbidir.
Yəni necə? Tutaq ki, mən birinci rükətdə Fatihədən sonra 2 səhifə oxudumsa, deməli, birinci rükətdə 2 səhifə, ikinci rükətdə sonrası 1 səhifə olmalıdır. Yəni, mən birinci rükətdə 2 səhifə, ikinci rükətdə Kevsər surəsi bu düz gəlmədi, sünnəyə uyğun gəlmədi. Çünki sünnəyə uyğun budur ki, 1-2-yə, 2-3-ə, 3-də 4-dən nisbətdə uzun olmalıdır, piramida misalı. Bu bir və ikincisi də ki, burada uzunluq deyəndə tək qiraət nəzərdə tutulmur. Yəni, mən birinci rükətdə Fatihədən sonra 2 səhifə oxudumsa, o həmin birinci rükətin rukusu və səcdələr də o qiyama uyğun olur. İkinci rükətdə, tutaq ki, 1 səhifə oxudumsa, ikinci rükətin ruku və səcdələri o qiyama münasib olur. Bu nisbidir. Sənin qirayətindən asılı. Qirayətin uzun olacaq, rukun da uzun olacaq, səsdən də. Qısa olacaq, qısa. Bu nisbidir. Bəli. Qarabikdə Quranı xətm eləmək imamla sunna da gəlir. Öyle ki gəlmir, yoxdur belə, gəlmir ki Quranı... Yox, belə... Bəli. Quranı tam bilmiyor. Bilirsiniz, belə buna fıqhda nə deyirlər? Zahirilik. Yəni, bu cür zahirlik etmək olmaz da. Zahirlik, yəni, bir məsələdir. Ona necə var, 2 üstəgəl 2 bərabərdir, 4 belə dəlil olmalıdır. Belə deyil. O qədər, məsələn, şəri məsələlər gətirəcəm ki, o barədə heç hədis də gətirə bilməyəcəksiniz. Məsələn, tutaq ki, misal, namazda eşidəcək şəkildə gülmək, namazı pozur, pozmur. Dəlil nədir? Niyə deyirsən pozur? Dəlilsiz danışırsan? Hə, fıqhdan. Dəlil tapa da bilməyəcəksən. Yoxdur, səhih bir hədis ki, gülmək. Dəlil nədir? İcma. Bütün alimlər icma edib ki, namazda insanın, namaz qılanın eşidəcək şəkildə gülməsi namazı pozur. İcma dəlil deyil, dəlildir. İcma özü dəlildir. Uca Allah buyurur ki, فَاِنْ تَنَازَعْتُمْ فِي şey. Bir şeydə ixtilafa düşsəz, nə edin? Qaytarın Allaha və Rasuluna. Bir şeydə ki, ixtilafa düşməyiblər, icma ediblər. Nə oldu? Aydındır. Bu icmanın dəlilidir. Çünki Allah Azza və Cəllə ümməti zəlalət üzərində cəm etmir axı. Təsəvvürlə bir məsələdir, bütün alimlər eyni şey deyib. Mümkündür bu. O şək yoxdur ki, onların istinad etdikləri var. O şək yoxdur, havadan deməyiblər. Məsələ onda deyil, məsələ ondadır ki, istinad etdikləri bizə gəlib çatıb ya yox. Uzun məsələdir, girmirəm. Hə. Qaldı ki, o məsələyə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətinə baxanda, sirəsinə baxanda, görürsən ki, bəli, bu sabit olub. Yəni, bu, ola bilsin, ümumiyyətlə, Qur'anın xətmi, bu Ramazanın sünnətidir. Bu, lap təravihə bağla və ya bağlama. Bu, Ramazanın sünnətidir. Cəbrail əleyhissalam məhz Ramazan ayında gəlib, Allah Rasulü ilə birlikdə Qur'anı nə edirdi? Qur'anı xətm edirdi. Bu, Ramazana xas sünnətdir. Yəni, oruca yox ha, Ramazana. Çünki, ola bilsin, insanın şəhəri üzrü var, oruç tuta bilmir, amma təravih qılır, Qur'anı xətm edir. İndi sual verirəm. Namazın içində oxunan, adi sual deyil, bunu qoyduq qırağa. Namazın çölündə oxunan Qur'an daha əfsəldir, yoxsa içində? Namazın içində edilən dua daha əfsəldir, yoxsa çölündə? Namazın içində edilən şək yoxdur. Aydındır. Yəni, biləndən sonra ki, Allah Rasulü aleyhissalatü, yəni sual budur ki, Allah Rasulü Ramazanda Qur'anı xətm edirdi, bəli. Bu, Allah Rasulunun sünnətidir. Ramazanın sünnətidir. Və sələflər də bunu edib. Və biləndən də sonra ki, yəni, namaz daxilində Qur'an qirayəti namaz çölündəkindən daha xeyirlidir. Bunu mən nə üçün namazda etməyim? Mənə nə mani olur? Bu iki. Üçüncü də ki, bəli, Allah Rasulü aleyhissalatu vesselam'dan varid olub, hədislər varid olub ki, məhz Ramazanda, məhz təravihdə Qur'anın çox oxunması barədə. Hədislər varid olub. Və qaldı ki, xətmə bu sələflərdən gəlib. Sahabələrdən, tabiinlərdən bu gəlib, varid olub. Bax, burada bizə, bax, biz əslində daima şuar kimi dediyimiz qaydanı bəzən biz praktikada unuduruq.
Biz həmişə demirikmi ki, biz Quran və sünnəni nə ilə götürürük? Sələfin fəhmi ilə. Yaxşı, bu məsələdə sələfin fəhmi, sələfin əməli harda qaldı? Niyə görə onu deyən belə sualı belə qoymur ki, sələfdən bu varid olub? Sələfdən. Belə qoymur. Deyir ki, Allah Rasulü belə edib. Bu sual özü cinayətdir. Sələfi mənhəc üçün cinayət sayılır. Aydındır. Sən yəni hansı mənhəc üzərindəsən? Quran və sünnəni sələfin fəhmi ilə götürmürsən, biz də belə. Bu dediyin təravih namazıdır və Quranın xətmidir, nə bilim, bu rükətlərin sayıdır və s. Nə üçün bunları biz sələfdən götürməyək? Nə üçün biz baxmayaq ki, sahabələr bunu necə edib? Təsəvvür edin, Ömər ibn Xattabın zamanında kişilər üçün bir imam təyin etmişdi, qadınlar üçün ayrı bir imam. Hətta yəni və imam da kimlər dururdu? Məsələn, kişilər üçün Ubey ibn Ka'b. Məhz nə üçün onu qoymuşdu? Özü durardı və başqa bir sahabə. Çünki öz zamanında Qur'anı ən gözəl bilən, ən gözəl oxuyan sahabələrdən birisi idi. Belə. O sarıqda oxuyan imam Quran. Ona görə o elə Qur'anın xətmindəndir ki, məsələn, sahabələr musaf tutub musafdan oxuyurdular. Qur'an lövhələrini qabaqlarına qoyub oxuyurdular. Ona görə İmam Zuhri rahimehullah deyir ki, bəli. Ona sayılacaq Quran xətmi. Hansı ki oxuya bilmir Quranı yerində. Ona sayılır. Yox, sayılmır. Sayılmır. Sadəcə olaraq o dinlədiyinə görə ibadətin və sair savabını götürür. Şək yoxdur bunda. Amma xətm savabı yox. Xətm savabı oxuyana aiddir, dinləyənə yox. İstir namazın içində və ya çölündə. Yəni məsələn, bir insan Ramazanda Quran oxumur, qoyur kaset və ya diski, məsələn, hər gün bir cüz dinləyir. Ramazan bitdi, Quran bitdi. Quranı xətm etdi, etmədi. Quran dinlədi. Bəlkə təkrar elədi onu da alınca. Yox, çətin. Çətin, hə. Axı, bu elə Qubadadır. Demək, məsciddəki o tez bazar ki qılırlar, deyir, mən işanı qılıram, gedirəm. Yəni evdə qılmaq. O cəmaatla qılmaz savabı işanı qıldığına görə yazılır ona ya yox. Təravih gedir evə qılır. Təravih Təravih kim qılır? bu adam deyil. Məscid imamı? Yox, məsciddə Hə. belə narahat qılırlar. Bildim. Deyir ki, o işanı qılıram ayına, gedirəm evdə. Kim? Məscidin imamı yoxsa cəmaatdan birisi? Hə, hə. Bəli, aha. Gedib qılıram, o sabah mənə yazılır, imamla bütün gecəni ibadət etmiş kimi. Yox. İşanı qıldığına görə də yazılır. Yox. O ona görə qorxmasın. Ümumiyyətlə, Allah Rasulü aleyhissalatu vesselam buyurur ki, kim Allah üçün nə isə tərk etsə, Allah ondan xeyirlisini əta edər. Yəni, axı o imamın arxasında təravih namazını öz nəfsinə görə tərk edib, yoxsa şəriətin tələbinə görə. Və salam. O oradan heç nə itirməyib, o qazanır, narahat olmasın. Allah razı olsun. Amin. Qardaş Germaniyadan zəng edir. Orada xənəfilər deyir, gedirəm. Raket kimi qutardı tez. Onunla qılıram, cəmaatı qayıdıram evə, evdə yenə qılıram. Yox, o cür qılmaqdansa qılmasın. Əgər o formada qılırlarsa, bayaq dediyimiz kimi, o namaz batildir. Ona deyim ki, qılmasın. Yəni, bu başa düşmək lazımdır. Yəni, namaz mütləq olaraq batildir. Yəni, elə bil ki, bayaq dediyim kimi, dəstəmazsız namaz qılmısan. Və namaz qılmısan, rükə etməmişsən, səcdə etməmişsən. Çünki namazda itminən, namazı normal şəkildə qılmaq, səcdəsi yerində, rukusu yerində, bu namazın rukunudur. Fatihə kimi, ruku kimi, səcdə kimi, qiyam kimi, təşəhhüd kimi, salam kimi namazın rukunlarından birisidir. O batildir, elə isə qılmasın. Başqa məscid varsa orada qılsın, yoxdursa öz əhli-əyalı ilə, ailəsi ilə qılsın. Tamam, deyək inşallah. Allah razı olsun. Barakallahu fikum.